Ağstafada görkəmli alim, paleolit şünas, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun anadan olmasının 90 illik yubileyinə həsr edilən 2 günlük elmi praktik konferans yekunlaşdı. 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər gününə həsr olunan konferansda rayon ərazisində yerləşən Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işlərinin nəticələrindən danışıldı. Konferansın keçirilməsində əsas məqsəd bölgəmizin, xüsusən də Qazax Gəncə bölgəsinin tarixini, beləcə də mədəni irsini yaşatmaq, bölgədə, Ağstafada, Qazaxda, Şəmkirdə, eləcə də digər qonşu rayonlarında, qərb bölgəsində aparılan elmi arxeoloji qazıntıları, elmi araşdırmaları genişləndirmək və gücləndirmək və paralel olaraq bölgədə beynəlxalq elmi araşdırmalar aparan elmi arxeoloji ekspedisiyasının bu bölgədə gücləndirmək, fəaliyyətini gücləndirməkdən ibarətdir. Beynəlxalq elmi konferansın rəsmi hissəsində çıxışçılar paleolit dövrü tədqiqatlarının aktual istiqamətlərindən bəhs etdilər. Konferans çərçivəsində Mansur Mansurovun elmi yaradıcılığı haqqında geniş məlumat verildi. Tədbir çərçivəsində yubilyar fəxri diplomla da təltif olundu. Konferansın xüsusilə də bu bölgədə təşkil olmasından əsas səbəblərindən biri, xüsusilə də Mansur müəllimin böyük tədqiqatlarının Gəncə Qazax bölgəsinin açıq tipli paleolit düşərgəsinin öyrənilməsindən bağlı olmuşdur. Onun 65 illik dövrdə apardığı tədqiqatlar nəticəsində 20-dən artıq açıq tipli paleolit düşərgəsi qeydə alınmışdır. Mansur müəllimə qədər əgər paleolit dövrünün axtarışı xüsusən cəmləşirdi, 19-cu əsrdən başlayaraq əsasən təbii sığınacaqların axtarışına və orada tədqiqatların aparmasına, Mansur müəllim isə ilk dəfə açıq tipli paleolit düşərgəsini kəşf etdi, Qədirdərədi, Qazax rayonunda və ondan sonra yataq yeri və s. Bugün deyək ki, əgər cəmisi 6 mağara tipli paleolit düşərgəsi varsa, onlarla açıq tipli paleolit düşərgəsi var Azərbaycan ərazisində. Konferansın proqramına uyğun olaraq plenar iclasda alimlərin və tarixçilərin məruzələri dinlənildi. Beynəlxalq elmi konferansın ikinci hissəsi sessiyalar şəklində təşkil olundu, həmçinin onlayn formatda çıxışlar keçirildi. Konferansda Azərbaycan Milli Elmlər Akademiyasından gəlmiş 30-dan artıq alimlər və gənc tədqiqatçılar, eyni zamanda Gəncə Dövlət Universitetinin, Bakı Dövlət Universitetinin Qazax filialının magistrantları, müəllimləri də iştirak etdilər. Beynəlxalq elmi konferansın ikinci günündə qonaqlar üçün bölgənin tarixi abidələrindən olan və Ağstafada yerləşən son Tunc erkən dəmir dövrünə aid edilən Ağalıqtəpə yaşayış məskəninə elmi tur təşkil edildi. İştirakçılar tur çərçivəsində Azərbaycan və Almaniyalı ekspedisiyanın birgə apardığı qazıntı işləri ilə yaxından tanış oldular. Alməmməd Nəbiyev, Elmar Qasımov, Xanım Paşazadə, Renat Cəfərov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.